Rusiyanın Red Wings aviaşirkəti Moskva ilə Bakı arasında birbaşa uçuşlara başlayıb və şirkətin açıqladığı məlumata görə ilk reys Moskvanın Jukhovski hava limanından Bakıya iyunun 14-də həyata keçirilib. Uçuşlar Rusiya istehsalı olan Sukhoi Superjet 100 təyyarələri ilə həyata keçirilir və Bakı istiqamətində uçuş müddəti təxminən 3 saat 20 dəqiqə təşkil edəcək. Yeni marşrut üzrə reyslər həftədə 2 dəfə çərşənbə və bazar günləri həyata keçiriləcəkdir və qeyd edim ki, çərşənbə günləri təyyarələr Moskva vaxtı ilə səhər saat 8-də, bazar günləri isə saat 03:15-də yola düşəcək. Biletlərin qiyməti bir istiqamət üzrə 10.000 rubldan, gediş-dönüş üçün isə 27.000 rubldan başlayır. Və qeyd edim ki, Jukhovski hava limanından Bakı istiqamətində uçuşlar həyata keçirən digər aviaşirkət isə Ural Hava Yollarıdır. Ümumilikdə isə hazırda Moskvanın bütün əsas hava limanlarından Bakıya müntəzəm reyslər mövcuddur.